Məsələn, Məmməd Əmin Rəsulzadənin Azərbaycan tarixinə dair əsərində biz Çağdaş Azərbaycan tarixi adlı əsərində bunu qeyd edir. Deyir ki, tarixin dərinliklərindən Babək adlı bir adamı tapıb çıxardılar. Bolşeviklər və bunu Azərbaycan xalqına bir qəhrəman olaraq təqdim etməyə çalışırlar və təbii ki, bu da Bolşevik ideologiyasının Azərbaycan xalqının o mənəviyyatına edilmiş bir hücum kimi qiymətləndirir Rəsulzadə də bunu. Biz bunun da həqiqətən belə olduğunu da görürük. Məsələn, biraz əvvəl dedik, iki seriyalı, bir Babək kino filmi çəkilir. Babəkin adına prospekt var, Babəkin adına rayon var, Babəkin adına heykəllər qoyulub və s. və ilaxır. Lakin Azərbaycan tarixində Babəkdən çox üstün rol oynamış şəxslər var. Məsələn, Atabəy Şəmsəddin Eldəniz olsun və ya Uzun Həsən olsun, Ağqoyunlu hökmdarı və ya Sacıların hökmdarı olan Yusif İbn Əbi Sacı olsun. Biz bu adamların adına bir küçə belə verildiyini görmürük. Yaxşı, biz bilirik Sovet dövlətinin, Sovet imperializminin Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına nələr etdiyini, yəni madəm bu qədər belə deyim, canı yanırdısa Sovet propaganda maşınının həqiqətən Azərbaycan tarixinə, Azərbaycan tarixi şəxsiyyətlərinə, biz bu şəxslərdən də adını çəkdiyim tarixi şəxsiyyətlərin də önə çıxardığını görməliydik. Lakin biz bunun tam əksini görürük.